Salam dostlar. İndi isə sizə çox praktik bir qulaqlıq haqqında danışacağam. Euroax H302. Adı biraz uzun səslənə bilər, amma özü tam hər gün yanımda olacaq qulaqlıq. Qulaqlığın əsas özəlliyi ENC səs izolyasiyasıdır ki, zəng zamanı danışanda küçədə külək belə səsini boğa bilmir. Bu qulaqlıqda ümumilikdə 4 mikrofon var və bu xüsusiyyət sayəsində danışıq zamanı səsin təmiz gəlməsinə əmin ola bilərsiniz. Gəlin ən sevdiyim maqnit funksiyasına keçid alaq. Baxın necə işləyir. Qulaqlığı boynunda saxlayırsan, bir-birindən ayırdıqda avtomatik olaraq yanır və son qoşulduğun telefona bağlanır. Yenidən birləşdirdikdə isə sönür. Qulaqlığın sensor idarə etməsi sayəsində düymə basmağa ehtiyac yoxdur. Qulaqlığın kənarında yerləşən sensora yüngül toxunduqda musiqini dayandıra bilərsən. Daxilində isə ayrıca yandırıb söndürmə düyməsi və səs idarə etmə düyməsi mövcuddur. İndikatordan qulaqlığın cihaza qoşulu olub-olmadığını yoxlaya bilərsiniz. Bateriyası əfsanədir. Cəmi 1 saat yarıma tam dolur. Sonra isə 20 saat fasiləsiz musiqi, serial, nə istəyirsən dinləyə bilərsən. Gözləmə rejimində isə aylarla işləyir. Bluetooth 5.3 versiyası sayəsində stabil, sürətli və 10 metrə qədər rahat qoşulur. Komfortlu boyun bandı və yumuşaq qulaq ucları var. Bu o deməkdir ki, idmanda, yolda, işdə rahat istifadə edə biləcəksən. Qısası, qulaqlıqsız yaşaya bilməyənlər, amma hər gün onu şarj etmək istəməyənlər üçün H302 tam bir həyat qurtarıcıdır.